Avtomobil severlərin aylardır səbirsizliklə gözlədiyi Tokyo Drift Azərbaycan tədbiri keçirilib. Azərbaycan Avtomobil Federasiyası və BMW Klub Azərbaycanın birgə həyata keçirdiyi layihə Səməd Vurğun küçəsindəki qapalı dayanacaq ərazisində təşkil olunub. Şou gecəsi paytaxt sakinlərinə və şəhərin qonaqlarına unudulmaz anlar yaşadıb. Şəhər mənzərəsindəyik. İnsan saatlarla durub bu mənzərəni izləyə bilər. Amma bugün biz bu mənzərəni yox, bu avtomobilləri və Tokyo Drift avtomobil şousunu izləyəcəyik. Tədbir gözlənildiyindən də böyük maraq və ajitajla qarşılanıb. Bakının mərkəzində qurulan xüsusi işıqlandırma effektləri, musiqi, güclü mühərriklərin səsi və modifikasiya olunmuş eksklüziv idman avtomobilləri iştirakçılara özlərini sanki Tokyonun yeraltı gecə həyatında və Yaponiyanın megapolisindəki kimi hiss etdirib. Tədbirdə drifterlərlə yanaşı bütün şəhərin avtomobil həvəskarları da iştirak edir. Elə yanımda gördüyünüz avtomobillər məhz onlara məxsusdur. Xüsusi rəngləri, konstruksiyaları və xüsusi görünüşləri ilə seçilirlər. Tədbirin ən həyəcanlı hissəsi saat 20-də başlayan əsas drift show olub. Azərbaycan Avtomobil Federasiyasının peşəkar pilotları Fərid Quliyev, Ramin Abdullabəyli, İqbal Abdullazadə, Elvin Xudaverdiyev, Rəhman Hüseynov, Tural Məmmədzadə, Rəhman Şıxəliyev, Hikmət Süleymanov, Pərviz Əzizov, Kamil Babayev və başqaları gecəyə xüsusi rəng qatıblar. İştirakçılar əsasən BMW markalı avtomobillərlə tamaşaçıların zövqünü oxşayıb. Lakin bundan başqa aralarında Toyota, Opel və hətta Lada Vaz 2107 markalı maşınlar da olub. Peşəkar pilotların nümayiş etdirdiyi kəskin dönüşlər, təkərlərin asfalta buraxdığı duman izləyiciləri heyrətləndirməyi bacarıb.